Bir vaxtlar ailədə uşaqların tək olması arzu olunmaz sayılırdı. Mütləq bacı və ya qardaş olmalı idi. İndi vəziyyət dəyişib. Əksər ailələrdə bir uşaq böyüyür və bu hal artıq adi vəziyyətə çevrilib. Müasir dövrdə ailələr iqtisadi səbəblərdən, vaxt çatışmazlığından və sosial dəyişikliklərdən dolayı çox vaxt bir uşaqla kifayətlənir. Amma sual yaranır. Bacı-qardaşsız böyüyən uşaqlar cəmiyyətə necə uyğunlaşırlar? Psixoloq Könül Həsənovanın sözlərinə görə, ailədə tək uşaq böyüyərkən paylaşma, rəqabət və əməkdaşlıq bacarıqlarını öyrənməkdə çətinlik çəkə bilər. Bir uşaqlı ailələrdə bir çox xüsusiyyətlər var ki, o xüsusiyyətlər uşaqların içində ünsiyyət tələbatının formalaşması, paylaşma hissinin formalaşması uşaqlar içində artıq formalaşırdı. Yox sözünü eşidirdi, bölüşməyi öyrənirdi, amma tək uşaqlı ailələrdə valideynlər tək uşaqlılığı uşağın hər istəyinə hə deməklə kompensasiya etməyə çalışırlar. Belə uşaqlar özgüvənsiz, stresə davamsız, kaprizli olurlar ki, bu da cəmiyyətdə artıq özlərinə yer tapa bilməməklərini, öz istəkləri üçün mübarizə apara bilməməkləri, qərar verməməkləri mənfi xüsusiyyətləri gətirib formalaşdırır. Psixoloq vurğulayır ki, ailədə tək uşaq olsa belə, valideynlər onun hər istədiyini icra etməməlidir. Uşağım əziyyət çəkməsin, o etməsin, mən edim. Xırda elementar bir şey, otağını o yığışdırmasın, mən yığışdırım. Kitab dəftərini o yığışdırmasın, mən yığışdırım. Kiçik məsuliyyətləri aşılamadığımız zaman gəlib artıq böyük məsuliyyətlər öhdəliyinə düşdüyü zaman övladımız bunu edə bilməyəcək. İlhamə Kələyeva, Vüsal Hüseynov, Səbuhi Mustafayev, Xəbər Ertəsi.